Bugün Airsoft klubda ilk dəfə çox fərqli bir senari oynayacağıq. Məhəmməd, İlkin, Kənan, Kərim abi, Aslan və mən olmaqla 11 nəfər oyuna başladıq. Əvvəlcə hamı ümumi qaydalarla tanış olub sadə oyuna başladı. Oyun arası strategiyalar və lazımlı nüanslar hakimlər tərəfindən deyil. Qalib gəldi, heç kimdə Neçə kilin var? 2, Sənin? 0. 2 dənə də məndədir. Əlaydı. Düzdür, vuruldum amma vurulmadım. O da Qəşəng. Elşada öyrədirəm bu oyunun sirlərini. Bəli. Bir neçə raund oynayıb adaptasiya olduqdan sonra Rəşid ilk dəfə bizimlə yeni senariyə start verdi. Bu əslində bildiyimiz Counter-Strike senarisidir, amma daha da geniş. Bütün ərazini oynayırdıq, açılıq ərazi spesnazların, bina isə terrorun idi. Spesnaz binadakı girovu xilas etməli idi. İlkin mən və Kərim terror, qalanları isə spesnaz oldu. Beləliklə oyun başladı. Çox çətinliklə də olsa müdafiə olundu və 7 nəfəri içəri buraxmadı. Siz gedə bilərsiniz. Lakin son anlara qədər. Son anlarda Məhəmməd girovu gizlicə xilas etdi, amma buna baxmayaraq oyun çox möhtəşəm keçdi. Qələbə nətərdir? Əgər siz də qoşulmaq istəyirsinizsə, Airsoft klub səhifəsinə yaza bilərsiniz.